Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bugünkü dərsimizdə cümlənin məqsəd və intonasiyaya görə növünü danışacağıq. Deməli, əslində cümlənin intonasiyası deyil, məqsəddən doğur. Yəni, məqsədimizdən asılı olaraq intonasiya müəyyən edirik. Cümlənin bugün hazırda bölgüsü 4 cürdür. Yəni, məqsəd və intonasiyaya görə bölgüsü 4 cürdür. Keçmişdə 3-ə bölürdülər, sonra bir də deyirlər, xüsusi bir növ var, nida cümləsi. Amma bugün məhz belə bölünür. Nəqli cümlə, əmr cümləsi, sual cümləsi, nida cümləsi. Nəqli sözü nağıl sözündəndir. Yəni, nəql etmə yolu ilə adi informasiya çatdıran cümlələrə nəqli cümlə deyilir. Amma nəqli cümlə üçün bunu yadda saxlamaq lazımdır. Bizə adətən yazılı nitqdə düşür, sonunda nöqtə qoyulan və xəbəri feilin əmr şəklində olmayan cümlələr nəqli cümlələrdir. Deməli, sonunda nöqtə qoyulan və xəbəri feilin əmr şəklində olmayan cümlələr nəqli cümlədir. Yəni, bu gün atam gec gəldi, biri var idi, biri yox idi, keçmiş zamanlarda bir padişah var idi. Hamı dərsə hazırlaşırdı. Bu tip cümlələrin hamısı nəqli cümlə hesab olunur, sonunda da nöqtə işarəsi qoyulur. Nöqtə işarəsinə çox vurğu elədiyim üçün əmr cümləsində ikinci danışaq. Əmr cümləsinin sonunda da nöqtə qoyulur, amma xəbəri həmişə feilin əmr şəklində olur. Əmr cümləsinin adından siz heç də belə düşünməyin ki, bütün cümlələrdə əmr intonasiyası olmalıdır. Əmr intonasiyası xüsusilə ikinci şəxsin təki və cəminə aiddir. Birinci şəxsin təkində və cəmində, üçüncü şəxsin təkində və cəmində xəbəri feili əmr şəklində olan cümlələrdə heç də əmr intonasiyası olmur. Yəni, o xahiş, istək, arzu və s. ola bilər. Yəni, vaxtında gəl, dərsini oxu, siz də qulaq asın. Bu cümlələrdə bəli, əmr intonasiyası hiss olunur. Amma gərək özüm də gedim. Məsələn, bu cümlə əmr cümləsidir, amma məzmununda əmr mənası yoxdur. Vaxtında yataq deyirik, amma burada əmr intonasiyası yoxdur. Amma bu cümlələrin də hamısı əmr cümləsi hesab olunur. Əmr cümləsi haqqında burada bir xüsusi məsələni vurğulayım. Əmr cümlələrini sual cümləsinə və nida cümləsinə çevirmək olur. Amma heç vaxt nəqli cümləyə çevirmək olmaz. Xüsusilə xəbəri birinci şəxsdə və üçüncü şəxsdə olan, əmr şəklində olan əmr cümlələrini sual cümləsinə çevirmək olur. İkinci şəxsin təki və cəmində olarsa, çevirmək olmaz. Məsələn, yaxşı oxuyunu sual cümləsi şəklində demək olmaz. Amma mən gəlim, icazə, məsələn, mən gəlim cümləsi əmr cümləsidir, amma istəsəm bunu sual cümləsi də eləyə bilərəm. Mən gəlim, çox yüksək hiss-həyəcanla desəm, mən gəlimi hissdən, qəzəbdən, mən gedim, qoy mən gedim, onda nida cümləsi də ola bilir. Demək, əmr cümlələrini sual cümləsinə və nida cümləsinə çevirmək olur, amma heç vaxt nəqli cümləyə çevirmək olmur. Gəldik sual cümləsinə. Cavab almaq məqsədi ilə, adətən belə deyir, işlədilən cümlələrə sual cümləsi deyilir. Sual cümlələri 3 yolla yaranır. Sırf intonasiyanın köməyi ilə, məsələn, atam axşam gəldi cümləsi bir nəqli cümlədir. İstəsək biz bunu intonasiyanın köməyi ilə sual cümləsi eləyə bilərik. Atam axşam gəldi və onu da deyim ki, bu cümlələrə təsdiq və inkar ədatları ilə cavab vermək olur. Əgər sual əvəzliyi ilə yaranmış sual cümləsidirsə, məsəl üçün yaranma yollarından biri sual əvəzliyidir, belə cümlələrə təsdiq və inkar ədatları ilə cavab vermək mümkün deyil. Çünki orada hər hansı nəyisə xüsusi bir şey vurğulanır. Məsələn, atam nə vaxt gəldi? Bu cümləyə hə, xeyr, yox, bəli demək mümkün deyil. Mütləq vaxtın nə vaxt olduğunu cavablandırmaq lazımdır. Bir də sual cümlələri, sual ədatları vasitəsilə yarana bilir. Keçmişdə belə bir ifadə işlədirdilər ki, sual əvəzliyi və sual ədatı işlənən cümlələr üçün deyirlər kompleks sual cümləsi. Yəni, bütün vasitələrdən istifadə olunmuş sual cümləsi. Onu deyək ki, sual cümlələrinin hamısında sual intonasiyası olduğu üçün, yəni xüsusi vurğulamadım ki, həm sual ədatı, həm sual əvəzliyi, həm də sual intonasiyası olan cümlələr. Çünki zaten bütün sual cümlələrində sual intonasiyası olur. Sözsüz ki, sual cümləsinin sonunda da sual işarəsi qoyulur. Bu yerdə bədii suala və ya ritorik suala toxunmaq istəyirəm. Cavabı istənilməyən və bədii əsərlərdə xüsusilə işlədilən cümlələrə bədii sual cümlələri deyilir. Buna ritorik sual da deyirlər. Yəni, mən başıma haranın külünü töküm. Yəni, burada heç bir cavab almaq məqsədi güdülmür və yaxud ayrılarmı könül canından. Məsələn, burada heç bir cavab gözlənilmir. Bu cür suallara ritorik sual və yaxud bədii sual da deyilir.
Sual cümləsinin dördüncü tipi nida cümləsidir. Nida cümləsi əslində bizim məqsəd və məqsədimizdən asılı olaraq işlədilən cümlə deyil. Xüsusi hiss-həyəcanla işlədilən cümlələrdir. Adətən biz xüsusi hiss-həyəcanla bir cümləni məqsədli şəkildə işlətmirik. Çünki artıq bizim normal vəziyyətdən çıxdığımızı göstərir o cümlə. Amma belə hallar sözsüz ki olur, sevincimizdənmi, əsəbimizdənmi biz yüksək hiss-həyəcanla cümlə işlədirik və o cümlələr yazılı nitqdə nida işarəsi ilə fərqləndirilir. Yəni, hər hansısa bir cümlənin sonunda nida işarəsi varsa, demək, o cümlə xüsusi hiss-həyəcanla deyilmişdir. Bir məsələni xüsusilə vurğulayıram, bütün cümlələri, yəni əmr cümləsini də, nəqli cümləni də, sual cümləsini də nida cümləsinə çevirmək mümkündür. Yəni, istənilən yüksək hiss-həyəcanla deyilmiş cümlə nida cümləsinə çevrilir. Məsələn, sual cümlələri nida cümləsinə çevrildikdə belə cümlələrin sonunda həm sual, həm də nida işarəsi qoyulmuş olur. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənə nə mutlu.